Hər vaxtınız xeyir. Bugün sizə Xırdalan şəhərində belə bir 3 mərtəbəli, sağı solu belə yol olan həyət evi çəkib göstərirəm. Bu evimizin çöl görünüşüdür, fasad görünüşüdür. Deməli evimiz 5 otaq, 2 sanitar qovşağı, 2 mətbəx, 1 iri qaraj, 2 balkondan ibarətdir. Ümumi 7-8 otaq eləyir. Baxın, girən kimi bu iri qarajda 2 dənə də maşın girər burada. Burası da yoldur, belə. Sənədi kupçadır, çox yaxşı ərazidə yerləşir, döşəmə istipoldur. Baxın, bu qaraj hissəmizdir, 1-ci mərtəbə üçün belə. Küçəsi də genişli, qapıda da rahat maşın saxlamaq olur. Hətta obyekt eləmək olar burada 1-ci mərtəbə üçün. Baxın, belə bir girdik bura, burada böyük bir 10 metrənin 4 metrəyə baxın, belə bir bura kuxuna yığılıb 1-ci mərtəbə üçün. Buradan 2-ci mərtəbəyə qalxmaq üçün pilləkən hissədir. 1-ci mərtəbədə iri bir kuxna studiya və iri bir qaraj. 2-ci mərtəbədə baxın, qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə 2 otaq, 1 mətbəx. 3-cü mərtəbədə yenə 3 otaq. İndi hal-hazırda 2-ci mərtəbədəyik. Bax, 2-ci mərtəbədə bu mətbəxdir. Buradan balkona çıxış da var. Bir zaldır. Bir də yataq otağı. Bir də yataq otağı. Keçdik, burada sanitar qovşaq. Təmir tikinti işləri yenicə başa çatıb, buna görə biraz əşyalardan qalanlar var. Hər mərtəbəsinin foyesi genişli, pilləkən genişli, rahatdır. Qalxdı 3-cü mərtəbəyə. Baxın, pilləkən hissə çox genişli. 1 metrdən enlidir. Burada da 3 yataq otağı, sanitar qovşağı və balkon. Bax, bu bir otağı, balkona çıxış buradandır. Bu 2-ci geniş yataq otağı. Bu 3-cü otaq. Bu da sanitar qovşaq. Deməli, evimiz 3 mərtəbəli, iri qaraj 1-ci mərtəbədə və zal studiya 1-ci mərtəbədə. 2-ci mərtəbədə mətbəx, zal, yataq otağı, sanitar qovşağı, balkon. 3-cü mərtəbədə 3 yataq otağı, sanitar qovşağı və balkon. İndi neçə otaq edir, özünüz hesablayın. Sağ olan növbəti çəkilişimizə qədər. Qiyməti 120.000 manat, real alıcı ilə danışmaq olacaq qiymətdə.